İsmayıllı rayonu Kürtmaşı kəndində belə bir həyət evimiz satışa çıxarılıb. 30 sot həyətdir. Münasib qiymətə iri geniş həyəti olan ev və özü üçün təsərrüfat qurmaq istəyən adamlar müraciət edə bilər bu evlə bağlı. Münasib qiymətə verilir. 30 sot həyəti. Burada 2 dənə krantı var. Yəni 2 yerdə su gəlir ayrı-ayrı. Burada 9 tonluq su çəni, orada 1 su çəni, yəni daimi pasiyanın suyu var. Geniş həyətdir. Eşək təsərrüfat qurmaq olar. Cürbəcür meyvə ağacları. Arxa həyətə keçid var buradandır. İndi alan adam öz dizaynına, öz istəyinə uyğun düzələcək də. Burada da meyvə ağacları falan. Buradan keçirik. Evlə ən sonunda tanış edəcəm sizləri. Bura qarajı. Böyle geniş garaj. Bura heyvan-qara saxlamaq üçün yeri. Beləsinə geniş bir yer. Bir dənə beləsinə 2 mərtəbəli tikilisi heyvan-qara saxlamaq üçün. Birinci mərtəbədə heyvan-qaranı saxlayıb, ikinci mərtəbəyə otu falan yığmağa rahat yeri. Varsa 100 baş iri boynuzlu və yaxud da bir 400-500 baş xırda boynuzlu heyvan-qara saxlamaq olar burada. Yeri geniş yerdir. Yəni yuxarısı betondur. Ot yığmaq üçün qəşəng yerdir. Burada bir krop toyuq cücə saxlamaq üçün sklad kimi yeri. Burada da yenə eyni formada mal-qara saxlamaq üçün ayrı-ayrı yerləri. Yəni qoyun quzunu, nəm xırda buzonu, dananı saxlamaq üçün yer ki, bir-birinə qarışmasın ayrı-ayrı. Və burada tövlənin özünün ikinci mərtəbədə iri belə su çəni və ikinci mərtəbənin görünüşü ki, ot falan rahat şəkildə yığmaq olar, yem falan rahat şəkildə yığmaq olar. Buradan yenə çıxışı, heyvan-qaranın çıxışı üçün. Burada təzədən bir heyvan-qara saxlamaq üçün bir yeri. Bu pasinkadan tikilib. O birisi kubik dənli idi. Bu pasinkadan köhnə tikilidir. Yine istifadə eləmək olar. Burada da yenə toyuq cücə saxlamaq üçün yeri geniş. Əsl özü üçün təsərrüfat qurmaq istəyənlər, nə bilim, iri geniş həyəti olan ev istəyənlər müraciət edə bilər. Özü də münasib qiymətə də verilir. 30 sot həyətidir. Evimiz də 2 mərtəbəli evdir. Birinci mərtəbə çay daşından tikilib, ikinci mərtəbə çiy kərpiçdir. Yəni kənd evi. Bura mətbəx və zal kimi istifadə olunur. Keçib bir-bir göstərmirəm. Bura sklad kimi, oradakı otaq sklad kimi istifadə olunur. İstəyən otaqlara çevirə bilər. O birisi qapı sanitar qovşaqdır. Və buradan da çıxırıq ikinci mərtəbəmizə. Ya Allah. İkinci mərtəbəmizdə
zal və 3 dənə yataq otağı, 4 otaqlı ikinci mərtəbə. Buranın, bu otağın yeri monolitdir, betondur. Bu otağın polu taxtadandır. Və bu otağın da yeri yenə monolitdir. Altındakı sanitar qovşağımızdır. Bir daha xatırladım. Evimiz İsmaillər rayonu Kütmaşı kəndindədir. 30 sot həyəti var. Özünə təsərrüfat qurmaq istəyən, iş qurmaq istəyən, iri geniş həyəti olan, münasib qiymətə ev axtaranlar müraciət edə bilər. 30 sot həyətdir. Harsa 100 baş iri boynuzlu, 400-500 baş xırda boynuzlu heyvanları axtaranlar, saxlamaq istəyənlər, məsəl üçün axtaranlar deyirəm, üzr sayın. Saxlamaq istəyənlər, yəni rahat şəkildə şəraiti var, tövlələri var, ambarı, skladı falan hər bir şəraiti var. Həyətdə də cürbəcür meyvə ağacları, bir dənə yeraltı çəni, bir dənə evin yanında yerin üstündə çən, su çəni və bir dənə də iri çənimiz tövlədədir. İki yerdən də suyumuz gəlir evə.